Salam əziz dəyərli izləyicilər, xoş gördük hər birinizi. Mən Tahir Haşimi. Bildiyiniz kimi 30 may tarixində Təhsil İnstitutu müxtəlif fənlərdən sınaq imtahanları paylaşdı və o sınaq imtahanının birincisini, yəni informatika fənninə aid olan, ancaq metodikasını təbii ki, ixtisasım informatika deyil, metodikasını izah eləmişəm. Onun izahını izləmək üçün aşağıdakı linkə toxunarsınız. Bugün isə biologiya müəllimlərinə aid olan metodika suallarını nəzərə salırıq. Biologiya müəllimi deməyimə baxmayın, bu sınaqlardan istənilən ixtisas müəllimi istifadə edə bilər. Bu testin də PDF variantını istəyirsinizsə, ekranda görünən nömrə ilə əlaqə saxlayın, WhatsApp-da yazın və mən bu PDF-i sizə göndərim. Digər sınaq videolarını da qaçırmamaq üçün kanala da abunə olmağı unutmayın. Gəlin keçək indi testlərimizə. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir. İnteraktiv fəal təlimdir, yəni müasir təlim. Müəllim mərkəzli yanaşmanın əsas götürülməsi yanlışdır. Elə biz kurikuluma bu metodikaya girişdə nə deyirik? Şagird yönümlü olmalıdır, müəllim yönümlü yox. Yəni müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Elə yanlış cavab budur. Digərlərinə baxaq. Biliklərin yaradıcı tətbiq edilməsi, bəli, sadəcə bilik kimi qalmır, onun tətbiqinə də yol verilir. Yeni biliklərin araşdırma yolu ilə öyrənilməsi, bəli, artıq şagirdlər pasiv formada otursun, müəllimlər ona bilikləri ötürsünlər, elə deyil. Yeni biliklər araşdırma yolu ilə öyrədilir, müəllim istiqamət verir, şagirdlər müxtəlif araşdırmalar apararaq o biliyi əldə edirlər. Bunlar hamısı aiddir. Qarşılıqlı təlimə üstünlük verilməsi, bu da doğrudur, əməkdaşlıqdır, qarşılıqlı təlimdir. Bunlar hamısı müasir təlimin aparıcı ünsürləridir. Təfəkkürə əsaslanması, bəli. Ələxüsusda bu 3 təfəkkürümüz var bizim. Hansıdır? Məntiqi, tənqidi, yaradıcı təfəkkür, bəli. Bütün tapşırıqlar və dərs hamısı təfəkkürə əsaslanır. Yəni onun inkişafına əsaslanır. Yanlış cavab nə oldu? Elə birinci gördüyümüz müəllim mərkəzli yanaşmanın əsas götürülməsi yanlışdır. Şagird mərkəzli olmalıydı. Keçək indi 52-ci suala. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Şagirdlərin nailiyyətinin qiymət şəklində ifadə etmək. Bəli, biz nailiyyəti qiymət şəklində ifadə edirik. Bal və qiymət. Ümumiyyətlə, kəmiyyətə əsaslanan qiymətləndirmə bu summativ qiymətləndirmədir. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək. Bunu dərs zamanında demişdik. Nə idi? İzləmək sözü formativə aiddir. Doğru cavabımız oldu. Elə B variantı. Digərlərində baxaq. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək. Deyəcəksiniz, müəllimin tədris fəaliyyətini necə dəyərləndirmək olar summativ qiymətləndirməklə? Əgər bir müəllimin 30 şagirdindən 25-i, 20-si aşağı qiymət alırsa, deməli burada müəllimin də fəaliyyətində bir problem var. Məktəbdə təlim səviyyəsini müəyyənləşdirmək, bəli, summativ qiymətləndirməklə müəyyənləşdirmək olur ki, şagirdlərin nəticəsinə uyğunda. Təlimin hər hansı bir mərhələsində, məsələn, yarım ilin, şagirdlərin nailiyyətini qiymətləndirmək, bəli, summativ, yarım il, biz böyük summativ qiymətləndirməni yarım ildə aparırıq. Bu da summativə aiddir. Aid olmayan hansı oldu? B variantı. Keçək 53-cü testə. Tapşırıq. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Deməli, burada bir plan hazırlanmalıdır. Düzdür, dərsin içərisində plan hazırlanmalıdır və bu planda sağlam qidalanma ilə bağlı planda, bu planda şəxsin yaşını, sağlamlıq vəziyyətini bunu nəzərə almalıyıq və onun büdcəsini də nəzərə almalıyıq. Büdcəsində. Deməli, bu şəxsin sağlamlığı, yaşı biologiya fənnidir. Və büdcəni də nəzərə almaq, büdcənin nəzərə alınması və onu hesablamaq lazımdır da, büdcə ki, bunun bu qədər büdcəsi var, bu planı hazırlayanda onun büdcəsinə uyğun hazırlayaq. Bu da riyazi bir proses gedəcək. Biologiya ilə riyaziyyatın inteqrasiyasını burada görürük. Deməli, oldu nə? Fənlər arası. Bəs deyəcəksiniz ki, burada fənnüstü yoxdurmu? Məsələn, biz bu variantı götürə bilərikmi? Fənnüstü fənlər arası? Xeyr. Niyə? Fənnüstü inteqrasiya həyatla əlaqələndirmədir, düzdür. Amma
bir prosesi dərsdə öyrəndiyini həyatda icra eləməkdir. Yəni o formada inteqrasiyadan söhbət gedir. Əvvəllər düzdür, biz götürürdük ki, həyatla əlaqələndirmə elə dərs prosesini də həyatla əlaqələndirirsə, bu olacaq fənn üstü. Amma hal-hazırda bu formada götürülmür. Necə götürülür? Sinif otağında yox. Öyrəndiyini həqiqətən həyatda təcrübədən keçirib onu möhkəmlətmək. Məsələn, müəllim bir dənə tapşırıq verir, sonra deyir ki, gedin bunu evinizdə, məsələn də bir çaydan düzəltməyi öyrədir. Deyir, gedin evinizdə xarab bir dənə çaydan götürün, təmir edin. Bu həyatla əlaqələndirmədir. Yəni onu bir daha həyatda tətbiq elədi. Bu fənn üstüdür. Amma biz burada onu görmürük. Görürük ki, elə sinif otağında bu sadəcə planı hazırlayır. Hələ bir plan ortada yoxdur, tətbiq yox, falan yox. Sadəcə planı hazırlayır və bu planı da hazırlayanda biologiya ilə riyaziyyatı əlaqələndirir. Yəni burada nə olur? Yalnız fənlər arası inteqrasiya. Keçək digərinə. Tapşırıq. Tənc nəfəslik, ürək döyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdirin. Bunun üçün orqanın funksiyasını araşdırmaq lazımdır. Bloom taksonomiyasının hansı mərhələsinə uyğundur? Burada araşdırmağı görüb, gedib təhlil və yaxud anlamaq götürmürük. Niyə? Burada biraz diqqətli baxsaq, əslində biraz da çətin testdir, bundan razıyam. Çünki o da araşdırmaq sözü sizi çaşdıra bilir. Biz burada nəyi görürük? Baxın, şagird orqanların funksiyasını araşdıranda neynir? Xəstənin üzərində onu tətbiq edir. Baş gicəllənməsi, yorğunluq, əzginlik, bu simptomları var xəstənin, düzdür? Bunun zədələndiyi, hansı orqanın zədələndiyi müəyyənləşdirmək üçün deyir, orqanların funksiyasını araşdırın. Yəni bu xəstənin üzərindəki hansı hissəsi, ciyəridir, ürəyidir, dalağıdır, böyrəyidir, hansı hissəsi, mədəsidir, zədələnibsə, onu müəyyənləşdirmək lazımdır. Bunun üçün də deyir, orqanların funksiyasını araşdırın. Yəni bunu xəstənin üzərində müəyyənləşdirin də. Xəstənin hansı orqanının zədələndiyi mən necə müəyyənləşdirə bilərəm? Xəstəni rengenə salaram, uziyə salaram, müxtəlif aparatlara da, yəni öyrəndiyimiz ora tətbiq edirik. Aydındır? Yəni burada biz təhlil mərhələsi götürə bilmərik, çünki xəstənin üzərində öyrəndiyimizi tətbiq edirik. Olur nə? Tətbiq etmək mərhələsi. 255-ə. Şagirdlərdə iki bioloji prosesin müqayisəsi tapşırılmışdır. Əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. Tapşırıq Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Burada da baxın, ən əhəmiyyətlisini, daha əhəmiyyətlisini, biz dedik ən yaxşısını, ən mükəmməlini ayırmaq. Bu daha əhəmiyyətli, ən əhəmiyyətli, yəni daha, ən ədatından harda istifadə edirdik? Təhlil etmə mərhələsində. Deyəcəksiniz, anlamaq da var da, axı burada qarşılaşdırırlar, müqayisə edirlər, razıyam. Amma burada qarşılaşdırıb müqayisədən sonra ən əhəmiyyətlisini, daha yaxşısını ayırırlar. Biz də demişdik, ayırmaq hardadır? Təhlil etmə mərhələsində. Keçək 56-ya. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur. Çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsəz effektiv olar. Effektiv məsələsi varsa ortada ən humanizmini, hamının işinə yarayacağını götürmək lazımdır. Valideynə heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edirsiniz. Yox, axı sizə də mane olur. Nə vaxta qədər? Bir dəfə, iki dəfə, hə. Bu problemi həll eləməyəcək. Ömür boyu elə onu gözləyəcək. Sonra gəldik 2-yə. Narazılığınızı şagirdə bildirin ki, evdə valideyninə desin. Yox, valideynin özünə bildirirəm də, şagirdə niyə bildirirəm? Bu da getdi. Valideynin davranışı barədə məktəb rəhbəri ilə məlumat verin, ölçü götürülməsini istəyin. Xeyr, özümüz həll etməliyik. Dərhal direktorun yanına qaçmaq lazım deyil. Valideynlə danışıb səbəbi öyrənməyə və birlikdə problemin həllini tapmağa çalışın. Baxın, ən belə humanisti budur. Valideynlə danışırıq, problem kimdən baş verir? Valideynlə. Deməli, birinci valideynlə danışırıq, səbəbini öyrənirik və onu birlikdə əldə eləməyə çalışırıq. Yəni, təkcə onu da boynuna atmırıq da birlikdə. Bu ən humanistidir. E-yə də baxaq. İş vaxtınız bitdiyinə görə şagirdə məktəbin yanında dayanıb valideyni gözləməsini tapşırın. Bu olmaz. Yəni, mənim iş vaxtım qutardı, bitdi. Mən çıxıb gedirəm, valideynin də özü bilər. Gecikər, gecikməzdə özü bilər. Bu, belə olmaz da, uşağı da öz başına qoymaq olmaz.
Ona görə doğru cavabımız olur elə D variantı. Keçək digərinə. Müəllim fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir və deyilənlərdən çıxış edərək suallar verirlər. Müəllim hansı iş üsulundan istifadə edir? Baxın, sual verirlər, düzdür? Şagirdlər bir-birini dinləyir və dediklərindən çıxış edərək sual verirlər. Belə bir üsul haqqında danışmışdıq. Demişdim ki, müəllim şagirdə sual verir, yaxud bir müzakirədir. O suala cavab veriləndə verdiyi cavabdan yeni bir sual çıxardıb verir. O sözdən söz tutmaq. Cavabını verir, yenə onun cavabının içərisindən bir dənə sual çıxardıb buna verir. Bu nədir? Bu Sokrat dialoqudur. Yəni D variantı. Keçək 58-ə. Hansı fikirlər doğrudur? Bu biraz uzun olduğuna görə elə yavaş-yavaş oxuyaq buradan, yaxınlaşdırmışam. Müəllim problem situasiya təqdim edir və tapşırıqları real situasiyalar üzərində qurur. Bu doğru fikirdir. Çünki ortaya bir problem qoyur situasiya və onu real situasiyalar üzərində qurur dərsi, tapşırıqları. Deməli, bu doğru fikirdir. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Bir çox bacarığı inkişaf etdirir ki, onlardan da biri bəli təşkilatçılıq bacarığıdır. Strategiyasız da metakognitiv bacarıqları formalaşdırmaq asandır, yanlışdır. Elə biz metakognitivin cavablarını strategiya sözü ilə tapırdıq da. Düzdür, deyirdik ki, strategiya qurursa, özünə bir plan qurursa, bu metakognitiv bacarığının olduğunun göstəricisidir. İndi strategiyasızdırsa, deməli bunun metakognitiv bacarığı yoxdur. 3 yanlışdır. Bizə nə lazımdır? Doğru fikir lazımdır. 3 yanlışdır. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Bəli. Məsələn, mənim müşahidə yolu ilə informasiyanı emal eləmək bacarığım var. Və qarşımdakı insanın rasional təfəkkürünün ölçmə qabiliyyətim də var da, baxaraq ölçə bilirəm. Baxıram, bu tapşırıqları necə həll edir? Rasional nədir? Məntiqidə, məntiqi təfəkkürünü ölçməyə. Baxıram ki, uşaq məntiqlidir, məntiqli deyil. Müşahidə nəticəsində bunu deyə bilərəm mən. Görəm hansı tapşırıqları yerinə yetirir və yaxud marağı nəyədir, problemdən necə çıxa bilir və s. müxtəlif yollarla bunun məntiqi təfəkkürün olub-olmadığını mən müşahidə edərək tapa bilərəm. Deməli, bu da doğrudur. 5. Dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədə uyğundur. Xeyr, biz diferensial təlimdə nə demişdik? Dedik ki, şagirdlər müxtəlif olduqlarına görə tapşırıqları da şagirdlərə müxtəlif formalarda çatdırmaq lazımdır. Yəni, eyni şəkildə çatdırılması yox, müxtəlif şəkildə çatdırılması lazımdır. Bu da yanlışdır. Cavabımız oldu 1, 2, 4. 1, 2, 4. Yəni, C variantı. Buradakı 4 ilə 5 yuxarıdakının təkrarıdır. Sadəcə ekran screenshot olunanda belə olub. Gəldik 59-cu testə. Biraz yaxınlaşdırım 59-da. Əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Ola bilər ki, məsələn, bunun hamısı doğrudur ya. Amma bizə nə lazımdır? Bu qara hissəyə də diqqət edin ki, bu problemi aradan qaldıranda əməkdaşlıq bacarığımızın yüksək olduğunu da göstərək. Məsələ budur. İndi cavab verir. Mən münasibətin pozulmamasını əsas tutaraq yoldaşlığımı dəstəkləyərdim. Yəni, yoldaşımın fikri də məqsədə uyğun, mənim fikrimə üstə düşmürsə, məqsədə uyğun deyilsə, işə yaramırsa, mən onunla münasibət pozulmasın deyə onu dəstəkləyərdim. Bu yanlış fikirdir. Sonra B-yə baxaq. Nəzakətlə fikrimi bildirər, alternativ həll yolları təklif edərdim. Olar. Tələsmir. Hamısına baxaq sonra. Müstəqil şəkildə həll edərdim. Deyirsiniz, hə də, bunun mənə məqsədə uyğun deyilsə, məndən üstə düşmürsə, gedib tək həll eləyərəm. Amma qara hissədə nə deyir o tünd şriftlə yazılanda? Deyir, əməkdaşlıq bacarığının yüksək olduğunu. Mən bunu eləyirəmsə, ola bilər problem həll olar. Amma mənim əməkdaşlıq bacarığımın yüksək olmadığının göstəricisidir bu. Ona görə bunu çıxıram. Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna inandırardım. Gəlsə, bu da yaxşıdır da. Bunun fikri məqsədə uyğun deyilsə, mən komanda toplantısı, yəni iclas bir dənə təşkil edərdim və digər üzvlərə də bunun yanlış olduğunu inandırardım. Belə olanda da həmin insanla əməkdaşlığı kəsmiş olacaq. O inciyəcək, ortaya xoşagəlməz bir aura çıxacaq. Ona görə bu da lazım deyil.
Sonra yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edərdim. Yenə əməkdaşlıq olmayacaq da. Bu artıq debata çıxmışıq. Mən sənin səhv olduğunu sübut eləməyə çalışıram. Bu bizdə əməkdaşlığı yaratmayacaq. Bizə lazımdır ki, həm problem həll olsun, həm də əməkdaşlıq bacarığının yüksək olduğunu göstərim. Ona görə də doğru cavabımız olur B variantı. Nəzakətlə fikir bildirər, alternativ həll yolları təklif edərdim. Həm onun qəlbini incitmirəm, nəzakətlə fikrimi bildirəm və alternativ həll yollarımı da qoyuram. Aydındır? Doğru cavabı olur B variantı. Keçək 60-a. 60 da iri həcmlidir, maşallah olsun. Gəlin əvvəl bu hissəsini oxuyaq, sonra cədvələ baxarıq. Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird başqa bir şagirdi ələ salır, xarici görünüşünü məsxəriyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayınır. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsaz da, onlar hərəkətlərini davam edirlər. Bu situasiyada müəllimin hansı yolla problem həll etməsi daha məqsədə uyğundur? Gəlin bunları biraz yaxınlaşdırım ki, oxuna bilsin. Problem həlli. Şagirdlərin davranışını görməzdən gəlin. Xeyr, bullying varsa görməzdən gələ bilmərəm. Davamını oxumuram. Bunu çıxdım. Bullying edən şagirdləri dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın və digər şagirdlərlə bu cür davranmağın doğru olmadığı haqqında danışın. Xeyr, biz onu bu formada cəzalandırıb, yəni belə afiş eləmirik də hamıya. Ona görə bunu da çıxıram. Sonra bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparın, emosional dəstək göstərin, digər şagirdlərlə onların davranışları haqqında söhbət edin və prosesə məktəb psixoloqunu cəlb edin. Bəli, bu olacaq. Çünki burada hər iki tərəfdən danışıqlar gedir. Birincisi, bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparılır. Ona emosional dəstək göstərilir ki, bu da özünə gəlsin. Digər tərəfdən də o biri bullying edən şagirdlərlə, baxın, digər şagirdlərlə onların davranışları haqqında söhbət edin. Bu prosesə psixoloq da cəlb edin ki, bu proses, bu məsələ həll olsun. Doğru cavab olacaq C bəndi. D ilə E-yə də baxaq. Bütün siniflə dəyərlər, insanların fərqli olması haqqında söhbət aparın. Söhbət zamanı heç kəsin adını çəkməyin ki, şagirdlər utanmasınlar, amma davranışlarını düzəltsinlər. Deyəcəksə, bu nə gözəldir, amma bu hər zaman işə yaraya bilməz. Çünki o uşaqlarla onsuz da söhbətlər aparılıb. Müəllim özü söhbət aparıb təkcə. Baxın, burada deyir ki, siz bu hissədə bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışmısınız. Deməli, müəllimin danışmağı təkcə problemi həll eləmir. Ona görə biz B-ni seçdik ki, B-ni yox, C-ni seçdik ki, burada psixoloqu da cəlb edirik. Yaxşı, amma D variantı, onsuz da bu uşaqlar bir neçə dəfə eşitiblər də, bunu eləmək olmaz, amma eləyirlər. Aydındır. Ona görə bunu hələ xüsus da burada heç kəsin də adını çəkmir, heç bu öz üzərinə götürməyəcək. Bəzən insanlarda var axı, üzünü ona tutub ümumi formada deyirsən, o heç özünə götürmür, elə bil ki, başqası haqqında danışırsan. Bu da deyil. E-yə baxaq, bullying edən şagirdlərin valideynlərinə məlumat verin, problemi evdə həll etməyə çalışın, yəqin ki. Evdə həll etməyə, o yaxşı düşməyib deyə bu hissəyə baxın. Bullying edən şagirdlərin valideynlərinə məlumat verin, problemi evdə həll etməyə yönəldin, daha sonra prosesə qarışmayın. Bu yanlışdır, çünki müəllim də bu prosesdə aparıcı qüvvədir. Doğru cavab oldu, hansıydı? C bəndi. C, yəni bu. Belə. Bugünlük də bu qədər. İnşallah növbəti ixtisas metodikalarını da sizinlə paylaşacağım. Videolardan vaxtında xəbərdar olmaq üçün kanala mütləq abunə olun və videonu da bəyənib yoldaşlarınızla paylaşın ki, onlar da imtahan qabağı faydalansınlar. Sağ olun, hələlik, Allah'a əmanət qalın.